Salam, Reopen Media'nın Renews Haber kanalı canlı yayıma başlayır stüdyada Cana Karapetyan işleyir. İran-İsrail qarşıdurmasından Azerbaycanın mümkün hedefe çevrilmesine gedər HT bölge üçün en önemli haberlerle başlayırıq. Amerika Birleşmiş Ştatların prezidenti Donald Trump beyan edib ki, İranın yer altında yerleşen bütün nüve obyektlerine silahlı güvvələrin keçirdiği əməliyyat nəticəsində maksimum zərər deyib. Beyk görüntüleri gösterir ki, İran'ın bütün nüve obyektlerine maksimal zarar vurulup, məhv ifadesi tam dekiktir diye Trump bildirib. Dövlət başçısı əlavə edib ki, en büyük dağıntılar yer seviyesinden xeyli aşağıda yerleşen obyektlərdə qeydə alınıb. Benjamin Netanyahu zərbələrə görə Trump'a teşekkür etdi. İranın nüve obyektlərini Birləşmiş Ştatların böyük və ədalətli gücü ilə hədəfə almaq barədə cəsarətli qərarınız tarixi dəyişəcək. Yüksələn Aslan əməliyyatı zamanı İsrail həqiqətən də heyrətamiz işlər görüb. Lakin bugün İranın nüvə obyektlərinə qarşı əməliyyatda Amerika həqiqətən rəqibsiz idi. O, yer üzündə heç bir başqa ölkənin edə bilməyəcəyini etdi. Tarix qeyd edəcək ki, Prezident Trump dünyanın ən təhlükəli rejimini dünyanın ən təhlükəli silahlarından məhrum etmək üçün hərəkətə keçdi. Onun bugünkü liderliyi, yaxın şərqi və onun hüdudlarından kənarı rifah və sülh gələcəyini apara biləcək tarixi bir dönüş nöqtəsi yaratdı. Prezident Trump və mən tez-tez deyirik. Güc vasitəsilə sülh. Əvvəlcə güc gəlir, sonra sülh. Və bu gecə Prezident Trump və Birləşmiş Ştatlar böyük bir güclə hərəkət etdilər. Prezident Trump, sizə təşəkkür edirəm. İsrail xalqı sizə təşəkkür edir. Sivilizasiya qüvvələri sizə təşəkkür edir. Allah Amerikanı qorusun, Allah İsraili qorusun. Və Allah bizim sarsılmaz ittifaqımızı, bizim pozulmaz imanımızı qorusun. Amerika Birleşmiş Ştatların İran ərazisində yerləşən nüvə obyektinə endirdiyi zərbələr cavabsız qalmayacaq. Bu barədə İran İslam Respublikasının prezidenti Masud Pezeşkan Fransa prezidenti Emmanuel Macronla telefon danışdığı zamanı bildirib. Amerika Birleşmiş Ştatlar bizə hücum edib. Siz bu vəziyyətdə olsaydınız nə edirdiniz? Təbii ki, bu adım cavabsız qalmamalıdır deyə Pezeşkan Macronun təmkinli olmağa çağırışına cavab olaraq bildirib. Pezeşkan əlavə edib ki, Tehran həmişə danışıqlara açıq olduğunu beyan edib, lakin qarşı tərəf İran xalqından təslim olmağa tələb edib. Bu kontekstdə sizə təqdim edirik hazırladığımız reportajı. Beynəlxalq aktorlarla bu hadisələrə necə reaksiya verdiyini araşdırmışıq. Gəlin izləyək və daha sonra digər vacib mövzulara qayıdaq. İranın Xarici İşlər Naziri Abbas Araqçı Moskvada RF prezidenti Vladimir Putinlə görüşüb. İslam Respublikasının baş diplomatı İsrail və ABŞ-ın İrana qarşı hərəkətlərini qanunsuzluq kimi qiymətləndirib. İsrail və ABŞ-ın təcavüzkar hərəkətləri tamamilə qeyri-legitimdir və beynəlxalq normaları pozur. Biz indi ölkənin suverenliyini müdafiə edirik və bizim müdafiəmiz tamamilə legitim xarakter daşıyır. Vladimir Putinin sözlərinə görə ABŞ-ın İrana hücumu heç bir əsası və bəraəti olmayan tamamilə təhriksiz bir təcavüzdür. Görüşdən əvvəl Araqçı Moskvaya çatan kimi bildirmişdi ki, İran və Rusiya ümumi təhdidlərə qarşı durmaq üçün həmişə sıx məsləhətləşmələr aparırlar. İran və Rusiya arasında məsləhətləşmələr həmişə olub və biz mövqelərimizi əlaqələndirərək hər bir məsələ ətrafında birlikdə işləmiş və məsləhətləşmişik. Hazırda regionda mövqelərimizin daha dəqiq, ciddi və diqqətli olmasını tələb edən xüsusi şərait mövcuddur. Bir gün əvvəl İslam Respublikasının Xarici İşlər Nazirliyi ABŞ-ın İranın tinc məqsədli nüvə obyektlərinə qarşı hərbi təcavüzünü kəskin şəkildə pisləmiş və bəyan etmişdi ki, İran öz milli maraqlarını qorumaq üçün ABŞ-ın hərbi təcavüzünə bütün gücü ilə müqavimət göstərmək hüququnu özündə saxlayır. Bir gün əvvəl Amerika hücumunu Rusiya və Çin pisləmişdi. Onlar həmçinin BMT Təhlükəsizlik Şurasının iclasının keçirilməsini tələb etmişdilər. Bir çox ölkə, o cümlədən Türkiyə isə yalnız narahatlığını ifadə etmişdi. Rusiya Xarici Siyasət İdarəsi xüsusi bəyanatla vurğulamışdı ki, suveren bir dövlətin ərazisinə raket bomba zərbələri endirmək barədə məsuliyyətsiz qərar hansı arqumentlərlə əsaslandırılmasından asılı olmayaraq beynəlxalq hüququ, BMT nizamnaməsini, BMT TŞ-nin əvvəllər bu cür hərəkətləri birmənalı şəkildə yol verilməz kimi qiymətləndirən qətnamələrini kobud şəkildə pozur. Üstəlik, zərbələri BMT Təhlükəsizlik Şurasının üzvü olan bir ölkə həyata keçirib. Xarici İşlər Naziri Sergey Lavrov xəbərdarlıq edib ki, BMT nizamnaməsi nəzərə alınmadan özünü müdafiə hüququndan istifadə edilməsi dünya nizamında tam xaosa
gətirib çıxaracaq. Müxtəlif Amerikalı rəsmilər bəyan edirlər ki, Birləşmiş Ştatlar İranla müharibə vəziyyətində deyil, bu davamı ola biləcək bir dəfəlik zərbə idi, daha artıq heç nə və Müdafiə naziri Pete Hegseth'in dediyi kimi sülhə hərəkət etmək vaxtı çatıb. Dövlət katibi Marco Rubio CBS telekanalına bildirib ki, Vaşinqton İranın maraqlarından irəli gələcək bir sazişə hazırdır, lakin Amerika tərəfi İranın nüvə iddialarından imtina etməsini tələb edir. İndi İrana qarşı hərbi əməliyyatlar nəzərdə tutulmur, əgər onlar əlbəttə ki, axmaqlıq edib Amerikalılara və ya Amerikanın maraqlarına hücum etməsələr, deyə dövlət katibi qeyd edib. Vitse-prezident J.D. Vance isə bəyan edib ki, Vaşinqton yaxın şərqdə uzun müddətli münaqişədə maraqlı deyil, çünki bu regiona tamamilə dağıdıcı olacaq. Avropa İttifaqının ali nümayəndəsi Kaja Kallas İran, İsrail və ABŞ-ı danışıqlar masasına qayıtmağa çağırıb. O həmçinin vurğulayıb ki, İranın nüvə silahı yaratmağına icazə verilməməlidir, bu regional təhlükəsizlik üçün təhdidə çevriləcək. Roma papası 14-cü Leonda sülhə çağırış edib, pontifik bəyan edib ki, bugün sülh çağırışı məsuliyyətə və müdriklüyə səsləyən bəşəriyyətin fəryadı həmişəkindən daha yuxarı səslənir. Bunlar yalnız münaqişələri alovlandıran silah və ritorik sözlərlə susturulmamalıdır. Müharibə problemləri həll etmir. Əksinə, xalqların tarixində dərin yaralar açır. Beynəlxalq Atom Enerjisi Agentliyinin müfəttişlərinin təhlükəsizliyini və çıxışını təmin etmək üçün İran nüvə obyektlərinin fəaliyyətini dayandırmalıdır. Amerika Birləşmiş Ştatların İranın İsfahandakı nüvə obyektinə endirdiyi zərbə binalara, o cümlədən uranın emalının apardığı binalara ziyan vurub. Grossi'nin sözlərinə görə danışıqlar İranın gələcəkdə nüvə silahı hazırlanmasının qarşısını almağa yeganə yoludur. MAGATE-nin baş direktoru qeyd edib ki, hərbi eskalasiya təhlükəlidir. İrandan Azərbaycanın ərazisinə mümkün hücumla bağlı sərt bəyanatlar səslənməkdə davam edir. Bu fonda Azərbaycanda bəzi qruplar tərəfindən anti-İran aksiyalara keçirilərsə də, rəsmi Bakı hələlik bu məsələyə açıq mövqe bildirməyib. Mövzunun aktuallığını nəzərə alaraq sizə təqdim edəcəyimiz süjetdə bütün detallara toxunmuşuq. İndi isə gəlin hazırladığımız reportaja birlikdə baxaq. Son vaxtlar İran və Azərbaycan arasında ritorika qarşılıqlı ittihamlardan açıq hərbi hədələrə qədər yüksələrək misli görünməmiş gərginliyə çatıb. Bu kontekstdə Şiyə Mərsiyəxanı Qulamrıza Qulizadənin ilin əvvəlində Ərdəbildə Bakıya qarşı səsləndirdiyi kəskin çıxışı xüsusilə diqqət çəkib. Ərdəbilin cümə namazının imamı Ayətullah Seyid Həsən Amili də mütəmadi olaraq oxşar anti-Azərbaycan bəyanatları ilə çıxış edir və o da Azərbaycanı İsraillə əməkdaşlıqda açıq şəkildə ittiham edib. İrandan səslənən bu ritorika Azərbaycanda cavabsız qalmayıb. Bakı Dövlət Universitetinin müəllimi İlham Əliyevin baş məsləhətçisi Qabil Hüseynli bəyan edib. Mənim xalqım, İran Azərbaycanlıları ayağa qalxmağa və mollaları qovmağa hazırdır. Bizim xalqımız Ərdəbil mollası Ayətullah Seyid Həsən Amilinin beyninə güllə boşaltmağı bacarar. Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov İranlı din xadiminə qarşı daha kəskin bəyanatla çıxış edərək deyib, biz Amilinin başını öz torpağımızda, Ərdəbildə kəsəcəyik. İran-İsrail gərginliyi fonunda İranlı ekspertlər Azərbaycanın İsrailə, İrana qarşı əməliyyatlar həyata keçirmək üçün platforma təqdim etməsi tezisini dövriyyəyə buraxmaqda davam edirlər. Cənubi Qafqaz üzrə İranlı ekspert Ehsan Məvahidyan sosial şəbəkədə fotoşəkillər dərc edib. Onun iddiasına görə fotolarda Xəzər dənizində Ramser sahilində İsrail qırıcısının yanacaq çəni təsvir olunub. Məvahidyan qeyd edib, İsrail ölkənin qərbində deyilmi? Bəs şimalda nə edir? Bu barədə Bakıdan soruşmaq lazımdır. Çünki o, regionda Siyonist rejiminin ikinci qoludur. Rejimin problemi həll edildikdən sonra Bakının şərri də həll edilməlidir. İranın dövlət telekanallarından birinin efirində tanınmış təhlilçi İslam İnqilabı Keşikçiləri Korpusu ilə əlaqəli şəxslərdən olan doktor Xoşçeşm yaranmış vəziyyətdə İranın mümkün addımlarını təqdim edib. Onun sözlərinə görə İran iki əsas məqsədlə Azərbaycan ərazisinə zərbə endirmə imkanına nəzərdən keçirir. İsrail qırıcılarının yanacaq təminatı mənbəyini bağlamaq, çünki onun fikrincə onlar Azərbaycanda yanacaqla doldurulur və İran üçün həyati əhəmiyyət daşıyan şimal-cənub marşrutunun bağlanması məqsədi güdən Zünik ərazisində mümkün əməliyyatların qarşısını almaq. Cənubi Qafqaz üzrə İranlı ekspert Ehsan Məvahidyan Əliyev administrasiyasının İrana qarşı düşmənçilik siyasəti yürütməsindən İranın narazılığını bir daha vurğulayıb.
O qeyd edir ki, İranın Siyonist rejimi tərəfindən istifadə edilən Azərbaycan bazalarına, xüsusilə Sitalçay, Bakı, Zəngilan və Laçın rayonlarındakı hədəflərə endirəcəyi hərbi zərbə həmin rejimin imkanlarını məhdudlaşdıracaq. İranın Azərbaycan ərazisinə zərbə endirmə ehtimalı misli görünməmiş sərt ritorika ilə səsləndirilsə də, hərbi müasir risklər səbəbindən məhdud olaraq qalır. Tehran Bakıda İsrailin mümkün hərbi mövcudluğundan ciddi narahatdır, lakin birbaşa hərbi müdaxilə regionun digər aktorlarını da cəlb etməklə geniş miqyaslı eskalasiyaya səbəb ola bilər və İranın strateji mövqelərinə zərbə vura bilər. Məhz bu məsələ ilə bağlı mövqe bildirmək üçün Azərbaycan Müsəlmanları Birliyi Hərəkatının lideri Taleh Bağırzadə Azərbaycan hakimiyyətinə açıq məktubla müraciət edərək Azərbaycanın dəqiq mövqe nümayiş etdirməsini tələb edib. Diana Karapetyan, Reopen Media. Bu kontekstdə qeyd etməyə dəyər bir məqam da var. Azərbaycanda hakimiyyət yönümlü ritorikanı təbliğ edən politologlardan biri Elxan Şahinoğlu Modernaza verdiyi müsahibəsində bildirib ki, İranda rejim değişiklikliyinə yalnız hərbi vazitəsilərlə nail olmaq çətindir. Onun fikrincə bu prosesinin uğurlu olması üçün ölkə daxilində real xalq hərəkəti olmalıdır. Şahinoğlu'nun sözlərinə görə, əgər daxildə kütləvi etirazlar və ciddi narazılıq olmazsa, Amerika Birleşmiş Ştatlar və İsrailin yalnız hava zərbələri ilə İranda rejimi dəyişməsi çox da inandırıcı görünmür. Şahinoğlu'nun bu açıklaması əslində İranda xüsusilə də ölkənin şimalında yaşayan Azərbaycanlı icmaya birbaşa işarə kimi də dəyərləndirilə bilər. Bu bölgədə etnik Azərbaycanlılar onsuz da uzun müddətdir rejimə qarşı narazılıq və fəallıq nümayiş etdirdilər və onların bu proseslərdə daha aktiv iştirak etməyə hazır olduqları müşahidə olunur. Politologun qeyd etdiyi kimi, məhz daxili hərəkətin və kütləvi etirazların olması xarici müdaxilənin təsirini real dəyişikliklə nəticələndirə bilər. Cənubi Azərbaycan Milli Oyanış Hərəkətinin rəhbəri Mahmud Ali Çöhrəkani yayımladığı yeni video müraciətlə İranın şimal qərbindəki vəziyyətə dair ciddi xəbərdarlıqlar edib. Onun çıxışı müşahidəçilərin fikrincə bölgədə mümkün qarşıdurmaların təhlükəsini daha da artırır. Çöhrəkani bildirib ki, İranda baş verən proseslər fonunda Atropatena bölgəsində yaşayan türk əhalisinin maksimal dərəcədə ayıq olmalı və baş verə biləcək hər cür senariyə hazır olmalıdır. Müraciətdə o da qeyd olunur ki, bölgədə Kürd qruplarının torpaq iddiaları artmaqdadır və bu iddialar Təbrizdə qədər uzana bilər. Çöhrəkani açıq şəkildə bildirilir ki, Atropatenada Cənubi Azərbaycan Türk Respublikası adlı müstəqil dövlətin elan olunması zəruridir. O, bu dövlətin ərazisinin 400 min kvadrat kilometr olacağını və paytaxtının Təbriz şəhəri seçildiyini bəyan edib. Siyasi müşahidəçilər bu müraciəti İran üçün potensial parçalanma təhlükəsini göstəricisi hesab edirlər. Belə çağırışlar İranın daxilində mövcud etnik və siyasi gərginlikləri dərinləşməklə yanaşı, Tehranın yaxın gələcəkdə həm daxili, həm də xarici oyunçulara qarşı sərt addımlar atmağa vadar edə bilər. Gəlin diqqətimizi Azərbaycanın daxilində baş verən mübahisəli məsələlərə yönəldək. Azərbaycanda xüsusi karantin rejiminin müddətinin 2022-ci il oktyabrın 1-də uzadılması cəmiyyətdə ciddi narazılıqla qarşılanıb. Rəsmi olaraq bu addım koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədi ilə atılsa da, əhalisinin böyük hissəsi bu qərarın artıq epidemiyadan çox siyasi və təhlükəsizlik baxımından davam etdirdiyini düşünür. Xüsusilə quru sərhədlərinin illərdir bağlı qalması insanların narazılığına səbəb olur. Azərbaycan sərhədləri 6-7 ildir ki, bağlıdır və bu, regionda demək olar ki, bənzəri olmayan bu vəziyyətdir. Sosial şəbəkələrdə və ictimaiyyət arasında bu mövzu artıq ciddi şəkildə istehza obyektinə çevrilib. Bu, çoxları sərhədlərin bağlı qalmasını İran-İsrail qarşıdurması ilə əlaqələndirən bəyanatlara ironiya ilə yaşayır. Müxtəlif memlər paylaşır və vətəndaşlar sərhədlərinin bağlı qalmasının turizmə, ticarətə və ailə əlaqələrinə mənfi təsir göstərdiyini, eyni zamanda ictimai narazılığı artırdığı qeyd edirlər. Bu səbəbdən karantin rejiminin davamı artıq yalnız səhiyyə tədbir deyil, həm də sosial və siyasi qərar kimi qiymətləndirir.
Bakının Kürdəxani İstintaq Təcridxanasında saxlanılan Azərbaycanlı gənc alim Behruz Səmədov asılmaq yolu ilə intihara cəhd edib. Onun vəziyyəti barədə yayılan məlumatlar ictimaiyyətin və insan hüquqların təşkilatların diqqətini cəlb edir. Səmədov Azərbaycanda az sayda vətəndaşlardan biridir ki, 2020-ci il müharibəsi zamanı onun əleyhinə açıq şəkildə danışıb. O, bu müharibəni avtoritar sisteminin özünü yenidən istehsal etməsi üçün vazitə adlandırıb və eyni zamanda ermənilərlə sülh və birgə yaşayışın vacibliyini vurğulayıb. Gənc araşdırmacı bu çıxışlarına görə dövlətə xəyanətdə ittiham olunur. İttihamın əsasına isə onun Ermənistan mediasına verdiyi müsahibələr, Prezident İlham Aliyevin rejiminə qarşı səsləndirdiyi tənqidlər və bəzi erməni alimlərlə apardığı elm yazışmalar təşkil edir. Həbs olunduqdan sonra Səmədov dəfələrlə beynəlxalq ictimaiyyətə səslənməyə çalışıb, onu qarşı aparılan qeyri-insani rəftarə gündəmə gətirib. O, aclıq aksiyası elan edib və hətta Ermənistanın baş nazir Nikol Paşinyana müraciət edərək onun Ermənistan xüsusi xidmət orqanları ilə heç bir əlaqəsinin olmadığını bəyan etməsinin xahiş edib. Hazırda onun həyatı real təhlükə altındadır və bu məsələ həm yerli, həm də beynəlxalq insan hüquqları institutların diqqətini tələb edir. Azərbaycan hökuməti Şuşi şəhərinin 2026-cı il üçün İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı elan edilməsi ilə bağlı tədbirlər planı hazırlamağa başlayıb. Baş nazir Ali Asadovun imzaladığı sərəncama əsasən bir ay ərzində təkliflərini Nazirlər Kabinetinə təqdim etməlidirlər. Bu qərar Ermənistan tərəfində ciddi narahatlıqla qarşılanır, çünki Ermənistan mədəniyyət dairələri və ekspertləri hesab edirlər ki, Şuşi şəhəri əsrlərlə erməni mədəniyyətinin və memarlığın simvollarından biri olmuş, lakin beynəlxalq ictimaiyyətin uzun müddət diqqətindən kənarda qalmışdır. Onların fikrincə, indi Şuşinin turizm mərkəzi kimi tanınması bir növ siyasi legitimlik görüntüsü yaratmağa yönəlmiş addımdır. Bu təşəbbüsü beynəlxalq səviyyədə müəyyən dairələrin sükutu və ya loyal münasibəti fonunda baş tutur. Belə bir vəziyyətdə çox güman ki, bir sıra ölkələrdən və beynəlxalq təşkilatlardan nümayəndələr Bakının təqdim etdiyi ekoşəhər imicinə uyğun şəkildə Şuşini ziyarət edəcək və bununla da bölgədə güc tətbiqinin nəticələrini dolayı yola qəbul etmiş olacaqlar. Bu prosesi mədəni mirasinin siyasi alətə çevrilməsi kimi qiymətləndirir və beynəlxalq ictimaiyyəti, xüsusilə də mədəni irsin qorunmasına məsul strukturları bu prosesə laqeyd qalmadığı çağırır. İndi isə keçək erməni media mekanında səslənən bir neçə xəbərə, daha sonra nəzər salacağıq Moskvanın verdiyi bəyanatlara Rusiya-İran danışıqları çərçivəsində. Erməni media mekanında gündəminin əsas mövzusu baş nazir Nikol Paşinyanın Türkiyə səfəridir. Səfər çərçivəsində o, yerli erməni icmasının nümayəndələri ilə görüş keçirib və burada verdiyi bəyanatlar geniş müzakirələrə səbəb olub. Ən çox diqqət çəkən məqam isə şübhəsiz ki, səfərlə paralel şəkildə gündəmə gələn İstanbul bəyanatıdır. Paşinyan bu sənəddən birbaşa danışmasa da bəyanatda yer alan güman edilən Qərbi Azərbaycanlıların geri qayıtması ilə bağlı fikirlər həm Ermənistanın daxili vəziyyətinə, həm də bütövlüklə regionun gələcəyinə birbaşa təsir edə bilər. Bu kontekstdə sizə təqdim edirik hazırladığımız reportajı. Haradakı Paşinyanın səfəri və onun mümkün nəticələri Ermənistan üçün ətraflı təhlil olunur. Gəlin izləyək. Biz regionda sülh olmasını və Türkiyənin bunda iştirak etməsini istəyirik. Həm Ermənistan-Azərbaycan, həm də Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılmasına yönəlmiş baş nazir Paşinyanın səfərindən bir gün sonra, iyunun 21-22-sində eyni məkanda İslam Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 51-ci sessiyası keçirilib. Sessiyada qəbul edilmiş İstanbul bəyannaməsinin bir neçə müddəası Ermənistan-Azərbaycan münasibətlərinə aiddir. Xüsusilə Ermənistan sülh sazişinin imzalanmasına mane olan hüquqi və siyasi əngəlləri aradan qaldırmağa çağırılır. Adlandırılan Qərbi Azərbaycan icmasına istinad edilir. Güya indiki Ermənistan ərazisindən zorla köçürülmüş Azərbaycanlıların qayıtmaq hüququ qeyd olunur. Lakin Bakıda və digər şəhərlərdə təşkil olunmuş qırğınlardan qaçan və Arsaqdan zorla köçürülən ermənilər haqqında bir kəlmə də deyilmir. Təşkilat həmçinin heç bir arqument və ya sübut olmadan daha bir əsassız bəndlə Ermənistanda İslam mədəni irsinin güya məhv edilməsini pisləyib. Türkoloq Andranik İspiryanın sözlərinə görə bəyannamədə qeyd olunan məsələlər yeni deyil və onların vurğulanması Ermənistan-Türkiyə və ya Ermənistan-Azərbaycan münasibətlərinin real gedişatını dəyişmir.
Azərbaycanşünas Anjela Elibyaqova İslam Əməkdaşlıq Təşkilatının bəyannaməsinin nəticəsiz bir sənəd olması fikri ilə razı deyil. Onun fikrincə, qətnamələr ən azı 3 səviyyədə mənfi təsir göstərə bilər. Xüsusilə də Ermənistan onların məzmununu neytrallaşdırmaq üçün addımlar atmasa, mövzu ilə bağlı təkcə ekspertlər arasında deyil, cəmiyyətdə də fərqli fikirlər mövcuddur. Həmvətənlərimiz Ermənistan, Türkiyə və Ermənistan-Azərbaycan münasibətlərindəki son prosesləri necə qiymətləndirirlər? Bazar ertəsi yaydığı bəyanatda Ermənistan Xarici İşlər Nazirliyi İstanbul bəyannaməsində və Azərbaycanın təqdim etdiyi qətnamələrdə yer alan təhrif olunmuş və son dərəcə birtərəfli ifadələrlə bağlı dərin məyusluğunu ifadə edib. Nazirlik vurğulayıb ki, Ermənistan Respublikası ərazisində adlandırılan Qərbi Azərbaycan yoxdur və ola da bilməz. Qeyd olunur ki, Sovet Ermənistanda yaşayan azərbaycanlılar Ermənistanı gönüllü tərk edib, əmlaklarını sata və ya dəyişdirə biliblər və yaxud da Ermənistan hökumətindən kompensasiya alıblar. Təəssüf ki, Azərbaycanda Bakı, Sumqayıt və erməni qırğınların və zorla köçürülmələrin baş verdiyi digər yerlərdə ermənilərin taleyi eyni olmayıb və regionumuzda bunun son təzahürünə dünya 2023-cü ilin payızında şahid oldu. Həmin vaxt 115 mindən çox erməni etnik təmizləməyə məruz qalaraq Dağlıq Qarabağı tərk etmək məcburiyyətində qaldı. Mədəni dəyərlərin qorunması ilə bağlı qəbul edilmiş qətnamə də dərin təəssüf doğurur. Azərbaycanın nəzarəti altında olan erməni mədəni irsinin davamlı məhv edilməsini və ona qarşı sistemli vandalizmi nəzərə almadan qətnamə məsələyə dini çalar qatmaqla yanlış və təhlükəli tezisləri qidalandırır. Ermənistanın İslam mədəni irsinə hörmət və qayğıkeş münasibəti məlumdur və asanlıqla sübut edilə bilər. Nazirlik bəyannaməyə və qətnamələrə qoşulan ölkələrə müraciət edərək Ermənistanın ərazi bütövlüyü və suverenliyini hədəf alan və Ermənistan-Azərbaycan arasında normallaşma prosesini təhlükəyə atan qərəzli təşəbbüslərə yenidən baxışa və onlardan qəti şəkildə imtina etməyə çağırıb. Yeri gəlmişkən, gələn il İslam Əməkdaşlıq Təşkilatının zirvə toplantısı Azərbaycanda keçiriləcək. İyunun 23'də Ermənistan Respublikasının Müdafiə Naziri Surən Papikyanın sədrliyi ilə Müdafiə Naziri yanında kölgənin iclası keçirilib. Bu barədə Ermənistan Respublikasının Müdafiə Nazirliyi məlumat yayıb. Silahlı qüvvələrin fəaliyyətinin bir sıra istiqamətləri üzrə görülən işlər barədə məruzələrdən sonra Müdafiə İdarəsinin rəisi bir sıra tapşırıqlar verib. Hərbi görüşlərlə bağlı mövzuya davam edəcək. İyunun 21'də Ermənistan Respublikasının Müdafiə Nazirinin birinci müavini Silahlı Qüvvələrin Baş Qərargah Rəisi General-Leytenant Edvard Asıryan 25'lik günlük təlim məşq toplantısında iştirak edən ehtiyatda olan hərbçilərlə görüş keçirib. Bu barədə məlumatı Ermənistan Müdafiə Nazirliyi yayıb. Amerika Birləşmiş Ştatların vitse-prezidenti Hormuz boğazının mümkün bağlanmasının İran iqtisadiyyatı üçün intihara səbəb olacağını bildirib. Ondan boğazın mümkün bağlanması Amerika Birləşmiş Ştatların üçün qırmızı xətt olub-olmayacağını soruşdurdu. Düşünürəm ki, bu İranlıların özləri üçün intihar olardı. Yəni, onların bütün iqtisadiyyatı Hormuz boğazından asılıdır. Əgər onlar öz iqtisadiyyatlarını məhv etmək və dünyada tənəzzüllü səbəb olmaq istəyirlərsə, məncə bu onların qərarıdır. Amma niyə belə etsinlər? Məncə bu məntiqi deyil. Məncə bu nə onlar, nə də başqaları üçün məntiqlidir, Vance deyib. Bu mövzuda Amerika Birləşmiş Ştatların Çinə Hormuz boğazı ilə bağlı çağırış edib. Dövlət katibi Mark Rubio Pekini İran Hormuz boğazını bağlanmağa inandırmağa çağırıb. Mən Çin hökumətini İrana zəng etməyə çağırıram. Çin neft tələbatı ilə bağlı Hormuz boğazından çox asılıdır, deyə Mark Rubio vurğulayıb. Amerika Birləşmiş Ştatların dövlət katibi qeyd edib ki, İran Hormuz boğazını bağlasa da növbəti dəhşətli səhv olacaq. Əgər bunu edələrsə, bu onların üçün iqtisadi intihar olar. Biz bu məsələyə məşğul olmaq variantlarını gündəmə saxlayarıq. Qeyd edək ki, bugün İran İslam Şurasının Hormuz boğazının bağlanması dəstəkləyib, ancaq bu barədə yekun qərarı İran İslam Respublikasının Milli Təhlükəsizlik üzrə Ali Şurası qəbul etməlidir. Hazırda qlobal neft və qaz tədarükünün 20%-dən çoxu bu boğaz üzərindən daşınır. Hormuzdan hər gün 17-20 milyon barel neft yüklü tankerlərlə keçir. Boğaz vazitəsi ilə Saudi Arabistanı, Küveyt, Katar, İraq kimi ölkələrin nefti dünyaya ixrac olunur. Körfəzdən daşınan nefti böyük hissəsi Saudi Arabistanına məxsusdur.
Rusiyanın prezidenti Vladimir Putin Moskvada İranın Xarici İşlər Naziri Abbas Arakçini qəbul edib. Abbas Arakçi İranın Ali lideri Ali Xameneyinin məktubunu Putinə çatdırıb. Məktubda Xameneyinin Putin'dən dəstək istədiyi bildirilir. Görüşdə Putin İrana vurulan zərbələri heç bir əsası olmayan təcavüz adlandırılıb. Bu İrana qarşı tamamilə əsassız təcavüzdür. Rusiya dövlət başçısı vurğulayıb. Putin vurğulayıb ki, Rusiya Xarici İşlər Nazirliyinin bu məsələyə münasibəti bir mənalıdır və Moskva İranın ərazi bütövlüyünə və sabitliyinə hörmətə yanaşır. Onun sözlərinə görə Arakçinin səfəri iki ölkə arasında yaranmış vəziyyətdən çıxış yolları müzakirə etməyə imkan verir. Öz növbəsində İran tərəfi bildirilib ki, İsrail və Amerika Birləşmiş Ştatların tərəfindən həyata keçirilən hücumlar regionda gərginliyi artırır və bu addımlar beynəlxalq hüquqa ziddidir. Arakçi İranın özünü müdafiə etmək hüququna malik olduğunu qeyd edib və Rusiyanın sərt mövqeyində görə təşəkkürünü çatdırıb. Əgər Moskva İrana siyasi və ya hərbi səviyyədə daha açıq dəstək versə, bu bir neçə istiqamətdə ciddi nəticələr doğura bilər. İlk növbədə Rusiya-İran münasibətləri strateji ittifaqı səviyyəsinə keçə bilər, xüsusilə Qərb tərəfindən təzyiqə məruz qalan iki ölkə üçün qarşılıqlı maraqlar daha da üst səviyyədə qalxar. Bununla yanaşı bu yaxınlaşma bölgədə Rusiya-İran-Çin oxunu daha da gücləndirə. Eyni zamanda Amerika Birləşmiş Ştatlar İsrail ittifaqı ilə qarşı durmanı kəskinləşdirə bilər. Və sonda dəhşətli terror hadisənin haqqında bazar günün keçirilən ibadət zamanı terrorçu Dəməşqdə yerləşən Pravoslav kilsəsinə daxil olaraq ibadət edən insanlara atəş açıb və daha sonra üzərindəki partlayıcı qurğunu isə salaraq özünü partlayıb. Nəticədə 22 nəfər həyatını itirib, 50-dən çox insan yaralanıb. Hazırladığımız video materialı təqdim edirik, sonra studiyaya qayıdırıq. Terrorçu bazar günü ayini zamanı Dəməşqdəki Pravoslav kilsəsinə daxil olaraq dindarların üzərinə xaotik atəş açıb və özünü partladıb. Qurbanların sayı 22-yə çatıb, 50-dən çox insan yaralanıb. Müqəddəs İlya Yunan kilsəsinin keşişi terrorçuların 2 nəfər olduğunu bildirib. Biz kilsənin çölündə atəş səsləri eşitdik. Sonra partlayıcı kəmərləri olan 2 nəfər içəri daxil oldu, atəş açdı və onları partlatdı. Suriya Daxili İşlər Nazirliyi intiharçı terrorçunun İslam Dövləti Təşkilatının üzvü olduğunu bildirib. Bu, keçmiş prezident Bəşər Əsədin dekabr ayında İslamçıların rəhbərlik etdiyi üsyan nəticəsində devrilməsindən sonra Dəməşqdə törədilən ilk terror aktıdır. Əsədin devrilməsindən sonra İslam dövləti Suriyadakı kilsələrə bir neçə dəfə hücum etməyə cəhd göstərsə də, onlardan heç biri uğurlu olmamışdı. Yanlarda keçid dövrü üçün hakimiyyəti ələ almazdan əvvəl Əsədə qarşı hücuma rəhbərlik edən Suriya prezidenti Əhməd Əl-Şara dəfələrlə azlıqları qoruyacağını bəyan edib. Yunanıstan Xarici İşlər Nazirliyi terror aktını pisləyərək onu iyrənc hücum adlandırıb. Terror aktını Türkiyədə pisləyib. Yeri gəlmişkən, məhz Türkiyənin köməyi ilə Suriyanın yeni lideri Əl-Şara prezident olub və dünya onun terrorçu keçmişini unudub. Bugünkü buraxılışda sizinlə paylaşacaqlarımız bu qədər idi. Renews xəbər kanalın Azərbaycanca xidmətinin izləməyə davam edin, obyektiv və dəqiq informasiya üçün. Biz regiondakı vəziyyəti izləməyə davam edəcəyik və sizə yalnız faktlara əsaslanan məlumatları çatdıracağıq. Siz bizi YouTube, Telegram, Instagram, X, Facebook, Spotify-da tapa bilərsiniz və ya bizi reopen.media saytında izləyə bilərsiniz. Bugünkü bu qədər və görüşənədək.